Salam. Bugün ben size sadə tənliklər, trigonometrik tənliklər sisteminin ardını işləyəcəyim. Şöyle 70 nömrəli çalışmanı işləmişdim. İndi isə 71 nömrəli çalışmanı işləyəcəm. Nədir 71 nömrəli çalışmada? Sinus 3x üstəgəl sinusun kvadratı pi bölü 4. O da bərabərdir kosinusun kvadratı pi bölü 4. O da üstəgəl kökdə 3 bölü 2. Böyle bir tənlik verilib uşaqlar. Bir həll edin. Bax burada fikir verin. Sinusun kvadratı pi bölü 4'də. Ümumiyyətlə sinus pi bölü 4'də, kosinus pi bölü 4'də eyni qiymət alır. Kökdə 2 bölü 2'dir. Elədir mi? Kvadratlar da bərabər olacaq. Ona görə də bunlar gedir. Və bir də qiymətlərin yerinə yazmağa dəyməz uşaqlar. Deməli belə çıxır ki, sinus 3x nəyə bərabər imiş? Kökdə 3 bölü 2'yə. Buradan da gel 3x'i tapaq. Ümumi şəkildə mənfi 1 üstündə k'dır. Arc sinus kökdə 3 bölü 2'dir. Aydındır mı? Deməli kökdə 3 bölü 2'ni nə vaxt alır sinus? Pi bölü 3'də. O da üstə gəl pi k'da. Buradan da x bərabərdir mənfi 1 üstündə k. 3'e böləndə olur pi bölü 9. O da üstə gəl pi k bölü neçə? 3. Burada k z'ə daxildir uşaqlar. Tam ədəddir. Belə bir cavab aldım. Var mı orada? Var, bəli. Özü də C variantıdır. Cavab oldu C variantı. Keçirəm ikinci çalışmaya. Ondan sonra gələn çalışmaya. Burada birinci yazmıyorum. Bu 71'dən nömrə ilə yazım da 72 nömrəli çalışma. Kosinus 6x bərabərdir 2 tangens pi bölü 8. Bu da verir bana. Bir çıxısı tangensin kvadratı yəqin ki pi bölü 8'dir. Pi bölü 8'dir. Tənliyini həll edin. Bu tənliyi həll edəcəyik. Bu düsturdur uşaqlar. Bu nəyə bərabərdir? Kosinus 6x bərabərdir tangens 2 vurulsun pi bölü 8'dir. Aydındır mı? 2 alfanın düsturudur bu. Tangens 2 alfanın düsturu. Neye beraber? 2 tangens alfa bölünsün 1 çıxılsın tangensin kvadratı alfa. Ona göre bunu 2'ye vuranda pi bölü 4 eləyəcək. 8 ile 2 gedəcək pi bölü 4 eləyəcək. Buradan da alıram 6 kosinus 6x bərabərdir 1'ə. Deməli 6x nəyə bərabərdir? 1'i alır bu sıfırda. Üzerine de 2 pi k gelirim. Ona göre de eləyir 2 pi k. X de beraberdir 6'ya böləndə olur pi k bölünsün 3. Burada k z'ə daxildir. Və yaxud pi'in böl 3. 72 nömrəli çalışmada. Deməli orada A variantında pi böl 3 vurulsun n kimi yazıb uşaqlar. Həmin cavabdır o. Eyni şeylər də olar. C variantıdır. Cavab da C variantıdır. Aydındır mı? Yəni orada belə yazıb. X bərabərdir. Deməli pi böl 3 k'nın əvəzinə n yazıb da. Aydındır mı? Fərqi yoxdur. Cavabı yenə də deyirəm sizə. İmtahanlarda cavaba baxın. N ilə yazıblar, n ilə yazın. K ilə yazıblar, k ilə yazın. Bu yazılış da elə bu yazılış deməkdir. Keçirəm 73 nömrəli çalışmaya. 73'də nədir? Deməli sinus 5x vurulsun kosinus 3x. O da çıxılsın kosinus 5x vurulsun sinus 3x. O da bərabərdir 2'də 1. Toplama düsturlarıdır uşaqlar. Burada çıxma olduğuna göre biri sinus biri kosinus olduğuna göre bu sinus 5x çıxılsın 3x deməkdir. Ya neçə eləyəcək? 2x elir. O da bərabərdir neçəyə? 2'də 1'ə. Buradan da 2x bərabərdir. Sinusda belə yazırdıq da. Mənfi 1 üstündə k arc sinus 2'də 1. 2'də 1'i de pi bölü 6'da alır. Üzerine gelirik pi k'nı gelir üzerine. Buradan da x neye beraberdir? Mənfi 1 üstündə k pi böl 12. O da üstə gəl pi k böl 2. K daxildir z'ə. Bax belə bir, buradan da belə bir cavab aldıq. 73 nömrəli çalışmada pi k böl 2 y variantıdır uşaqlar. Cavab oldu
Y variantı. İndi də keçək 74 nömrəli çalışmaya. 74 nömrəli çalışmada nedir? Deməli, bu tənlikdir. Baxaq onu yazıram. 74 nömrəli tənlik. Burada deyir ki, sinus 3x vurulsun kosinus x. O da çıxılsın kosinus 3x vurulsun sinus x. O da bərabərdir. Kökdə 3 böl 2. Tənliyini həll edindir. Burada biri sinus, biri kosinusdur. Çıxmadı özü də. Bu da sinusu yazıram. Sinus 3x'dən x'i çıxacaq. Aydınmı? Düstura görə. Bu eləyir 2x. O da bərabərdir. Bu da kökdə 3 böl 2. Buradan 2x nəyə bərabərdir? Mənfi 1 üstündə k. Arcsinus kökdə 3 böl 2. Mənə verəcək pi böl 3'də alır. Aydınmı? Sinus o qiyməti. Üzərinə gələcək pi k'nı. Buradan da x bərabərdir. Mənfi 1 üstündə k vurulsun pi böl 6. O da vurulsun pi k böl 2. Burada da k z'ə daxildir. Burada hansıdır cevap? 74 nömrəli çalışma. Pi böl 6 pi k böl 2 y variantıdır. Burada da şöyle y variantıdır. 75 nömrəli çalışmaya baxaq. 75. 75'də 2 kosinus pi böl 2 çıx x. O da bərabərdir kökdə 3'e. Burada fikir verin uşaqlar. Bunu hər tərəfini 2'ye bölək. Ve bir şeydir. Çevirme düsturunda tətbiq eləyək. Bak burada bak koordinat sisteminde gösterelim uşaqlar. Bu 90 derece budur da düzdürmü? Bundan elə bir iti bucağı çıxılır. Hansı rübə düşür? Birinci rübə düşür də düzdürmü? Birinci rübdə işarə dəyişməyəcək. Aydınmı? Kosinüs müsbət olur da, elə o müsbətliyində qalır. Kosinüs də müsbət olur, sinüs də müsbət olur. Və burada ad dəyişəcək ancaq. Çünki pi böl 2'dir. Pi böl 2'nin tek misillerinde ad değişir uşaqlar. 2'de 3 pi'de de değişecek. Pi böl 2'de değişecek. 2'de 5 pi'de değişecek ve ilaxır. Yine burada bunun adı değişir olur sinus. Sinus x ve bunu da dedim ki müsbət olur. Kosinüs birinci rübdə müsbət olduğuna göre kosinüsdən gelir söhbət. Sinus müsbət olacak. O da bərabərdir 2'ye bölə yer tərəfini. Kökdə 3 böl 2. Bir de bir sadə tənliyi əldə edəcəkdir. X nəyə bərabərdir? Buna deməli mənfi 1 üstündə k'sını yazırıq. Bu heç. Sonra arcsinus kökdə 3 böl 2 pi böl 3'də alır. 60 derecede. Üzerine de pi k gelir. Buradan da x bərabərdir mənfi 1 üstündə k. Ehtiyac yoxdur. Buna heç təkrar niyə yazıram ki mən bir də? Ehtiyac yoxdur onu yazmağa. Deməli burada 2x yox idi mi? Yox. Oldu. Deməli orada cevap olacak mənfi 1 üstündə k pi bölü 3 üstə gəl pi k. C variantı. Cevap C variantıdır. Sonra 76 nömrəli çalışmaya da baxaq. 76 nömrəli çalışmada. Deməli sinus x bölünsün kosinus 73. O da bərabərdir kotangensdir. Kotangens. Hər ikisi kotangensdir. Kotangens 73 beraberdir. Kotangens 17. Kotangens 17. Bak uşaqlar 73 ilə 17'ni cəmi 90 edir. Düzdürmü? Hər ikisi də kotangensdir. Belə olan təqdirdə bunların hər hansı birini tangensinə yaza bilərəm. Tangens bunu 73 yaza bilərəm. Və yaxud tangens bunu 17 yaza bilərəm. Aydınmı? Bax sinus bölünsün kotangens 75. Aydınmı? O da bərabərdir. Və bunu mən belə də yaza bilərəm də. Yazılışını çevirməni də yazım. Ancaq nəticədən mən dediyim ifadədən müəyyən nəticə çıxardım. Cəmi əgər 90 ise deməli bunların biri tangensdir, biri kotangensdir. Aydınmı? Hər ikisi kotangens verilibsə və yaxud hər ikisi tangens verilibsə. Elə belə isə 17'ni yazıram 90 çıxılsın neçə? 73 kimi. Aydınmı? Bu ne verir mənə? Adı dəyişir. Olur tangens. Nə? Tangens. 73 derece. Elə deyilmi? Birinci rübə düşür də. Deməli bunları da 73'dür. Bunları da bir-birinə vuranda 1 verəcək mənə. Yəni uzun sözün qısası sinus x bərabərdir nəyə?
1'e. Bunu həll edəcək. Bu da xüsusi həldir də. X nəyə bərabərdir? 1'i alır pi bölü 2'də. Üzərinə tam dövrünü gəlməliyim. 2 pi k-nı gəlməliyim. Cavab bir də bu oldu. 76 nömrəli çalışmada pi bölü 2 üstə gəl 2 pi k KZ daxildir. B variantı. Sonra 77 nömrəli çalışmaya da baxaq. 77'də eyni həmin qaydadadır. Kosinus 4x bölünsün tangens 63. O da bərabərdir tangens 27. Bunu bir dəfəlik yazacağım uşaqlar. Daha heç ehtiyac yoxdur bu cür izahat verməyə. 63 ilə 27'ni cəmi 90 eləyir. Hər ikisi də tangens verilib. Deməli bunların biri tangensdir, biri kotangensdir. Bu kotangens 63'dür və yaxud bu kotangens 27'dir. Tangenslə kotangensin eyni argumentli tangens və kotangensin hasılı da 1 verdiyinə görə kosinus 4x bərabərdir 1'e. Bu tənliyi əldə edəcəyik. 4x nəyə bərabərdir? 1'i nə vaxt alır? Deməli 0'da alır. Dövrünü də gələndə üzərinə 2 pi k verir mənə. Bəs x nəyə bərabərdir? 4'ü böləndə pi k bölünsün neçə? 2. Cavab olacaq bax bu. K da daxildir z-ə. 77 nömrəli çalışmada Y variantıdır uşaqlar. Cavab Y variantıdır. Sonra 78 nömrəli çalışma. Orada ne deyir? Sinus x çıxılsın kosinusun kvadratı 12 dərəcə. O da bərabərdir. Sinusun kvadratı 12 dərəcə. O da çıxılsın 2'də 1. Burada fikir verin uşaqlar. Bax sinus x bərabərdir yazıram. Bunu keçirdirəm bu tərəfə. Kosinusun kvadratı 12 dərəcə. Üstə gəl sinusun kvadratı 12 dərəcə. Çıxılsın 2'də 1. Elədirmi? Belə bir bərabərlik aldım. Bu bizə eyni argumentin sinus və kosinusun kvadratları cəmidir. Eyni argumentin ha. Biri 12, biri 15 ola bilməz. Bu nəticəyə gələ bilmərəm mən. Eyni argumentin olduğuna görə. Çünki düsturda sinusun kvadratı alfa. Üstə gəl kosinusun kvadratı alfadır. 1'e bərabər. Deməli bu 1'dir. Belə çıxır ki sinus x bərabərdir. 1 çıxılsın neçə? 2'də 1. Bu nəyə bərabərdir? 2'də 1'ə. Deməli x nəyə bərabərdir? Mənfi 1 üstündə k. Arcsinus 2'də 1. 2'də 1'i alır pi böl 6'da. Üstə gəl pi k'ya. K da burada z'ə daxildir uşaqlar. Z'ə daxil olmağı aydın məsələdir. 78 nömrə mənfi 1 üstündə k pi böl 6 üstə gəl pi k. D variantı. Cavab oldu D variantı. 79 nömrəli çalışma. 79 nömrəli çalışma. Burada da məzmun etibarıyla o tip çalışmadır. Çıxılsın sinusun kvadratı 32 dərəcə bərabərdir kosinusun kvadratı 32 dərəcə. O da çıxılsın 2'də 1. Bax sinusun kvadratı 32 dərəcəni sağa keçirdəndə kosinus kvadratı 32 üstə gəl sinus kvadratı 32 1 verir mənə. 1'dən də 2'də 1'i çıxanda 2'də 1 verir. Deməli kosinus x bərabər nəyə? 2'də 1'ə. Bak buradan x'i tapmaq üçün. Bak sinusda mənfi 1 üstü k'larla tapırlar. Özde pi k gəlir üzərinə. Aydın mı? 2 misil gəlmir bunu. Amma burada isə müsbət mənfi 2'də 1'i nə vaxt alır? Pi böl 3'də. Amma üzərinə 2 pi k gəlir burada. Aydın ne oldu? Burada pi k tap, burada 2 pi k'dır. Müqayisə edirəm bunları iki. Yəni çaşdırmır, fərqləndirmir. Deməli cavab fərqləndirir. Cavab orada C variantıdır. K da z'ə daxildir. Cavab oldu hansı? C variantı. Sonra 80 nömrəli çalışmanı yazıram. Bax 80 nömrəli çalışma. 80'də nedir? Sinus x bərabərdir. Sinus x bərabərdir. 2 sinus pi böl 12 vurulsun kosinus pi böl 12. Tənliyinin ən kiçik müsbət kökünü tapacaq. Ən kiçiyini tapacaq. Deməli sinus x nəyə bərabərdir? Bunun 2 misli düsturdur bu. Sinus pi böl 6'ya. Aydın mı?
Bu da deməli sinus həllinin ən kiçik kökünü tapacaq. Burada həlli dərhal yaza bilərəm pi bölü 6 uşaqlar. Aydınmı? Ancaq gəlin düsturla da yazım sizin üçün ki, ümumi şəkildə yazmaq istəyirəm də. Burada pi bölü 6'dır. Bax x nəyə bərabərdir? Deməli sinus x bərabər nəyə? 2'də 1'ə. Düzdürmü? Şimdi x nəyə bərabərdir? Mənfi 1 üstündə k, pi bölü 6 üstə gəl pi k. Aydınmı? Şimdi burada gəl baxa görək. Bunu nətə yazarıq? Bak burada k sıfırdı tutalım. Elə mi? En kiçiyini deyir də bizə də, elə mi? Hansıydı o? Neçə nömrəliydi? 80 nömrəlidə tənliyin en kiçik müsbət kökünü. K'nı 0 verək. K 0 olanda burada pi bölü 6 alınır. Aydınmı? Daha 1 yazanda artık pi'den çıxacaq, pi bölü 6'nı böyüyə gedir. Artı gedir. Ona göre de burada cevap x bərabərdir pi bölü 6'dır. Aydın oldu mu? Bak cevap budur. Yani buradan da deyibilərdik. Cevabı oradan da deyibilərdik. Şimdi götürüp burada pi bölü 6 yok. Götürüp yazar fərz elə 2'də 1'i nə vaxt alır? 2'də 1'i ikinci rübdə də alır da, düzdürmü? Olacak 6'da 5 pi yazsaydı götürüp 6'da 5 pi yazmayacaqdı. Xeyr. Bak orada diqqətli olun. Ona göre belə yazdım ben. 81 nömrəli çalışma. Burada nece verilib? Burada da kosinus x bərabərdir. Kosinusun kvadratı pi bölü 8 çıxılsın sinusun kvadratı pi bölü 8. Buradan da alıram kosinus x bərabərdir. Bu iki kat bucağı düsturdur. Kosinus, bak kosinus pi bölü 4 deməkdir bu. Düsturdur. Kosinusun kvadratı alfa çıx, sinusun kvadratı alfa bərabərdir. Kosinus 2 alfaya. Bu da pi bölü 4'te kökte 2 bölü 2'dir. Elə değil mi? Orada bizden neydi? En kiçik müsbət kökünü tapın. Biz bilirik ki kökte 2 bölü 2'ni elə pi bölü 4'te alır. En kiçik müsbət kökü de bu olacaq elə. Buradan dərhal yazabilir. Ümumi şekilde de bir de kökünü tapıp yazmak lazımdır. Burada cevap pi bölü 4 olacaq inşallah. Yani x yazım onda yazım. Üstə gəl çıx. Deməli pi bölü 4'te olur kökte 2 bölü 2'de, elə değil mi? Müsbət mənfi pi bölü 4 üstə gəl 2 pi k. 2 pi k. Bak burada k'nın sıfırında k sıfır olandır uşaqlar, en kiçiyində. Burada köklerin biri müsbət pi bölü 4 olur, biri mənfi. Bizden de en kiçik müsbət kökü istəyir. Ona göre de cevap pi bölü 4 olur uşaqlar. Sonra baxa görək burada bu neçə nömrəli idi? 81 idi. 81'de B variantıdır. Baxaq 82 nömrəli çalışmayı. Tənliyin deyir ki, A parametrinin hansı qiymətində? 82'də. Hansı qiymətində 3 üstə gəl kosinus üstü 4 x çıxılsın sinus üstü 4 x bərabərdir A. Tənliyinin həlli var. Burada fikir verin uşaqlar. Ne verir mənə? Deməli, kosinus üstü 4 çıxılsın. Bunu mən belə yazıram. Bak, kosinusun kvadratı x çıxılsın sinusun kvadratı x. Bir de cəmi olacaq. Kosinusun kvadratı x üstə gəl sinusun kvadratı x. Bu belə. O da bərabərdir. 3'ü keçirdirəm bu tərəfə. A çıxılsın 3 alır. Bu 1 verir mənə. Bu da kosinus 2x'dir. O da bərabərdir. A çıxılsın 3. Elədir mi? Bu argument sizi çaşdırmasın uşaqlar. Kosinus x de olsa, kosinus 5x de olsa biz bilirik ki, bak burada deməli, bak fikir verin. Deməli modulda a çıx 3 birdən kiçik bərabər olmalıdır. Bak burada 100x olsun. Kosinus 100x. Yine bu şərt ödənməlidir. Argument sizi çaşdırmasın. Amplitud olanda orada diqqətli olun. Amplitud olanda, yani kosinusun qabağında ədəd olsa, a çıx 3'ü həmin ədədə bölüb bu aralığı götürmək lazımdır. İndi gəl bunu həll eləyək də. Bu ne deməkdir? Kiçiklikdir də, elə mi? Bu kiçiklik olanda aralıq olur da, mənfi 1 ilə 1 aralığı olur.
Buradan da hər tərəfinə 3'ü əlavə eləyirəm. Böyük bərabərdir. 3'ü əlavə eləyəndə 2 alınır. Burada da 4 alınır. Deməli 4 ilə 2 ilə 4 olacaq uşaqlar burada. Hesablamanı düzgün aparmışıqsa bu olacaq. Bu 82 nömrəli çalışmaydı. A variantında var orada uşaqlar. A variantı. Bax, bu qayda ilə yazmaq lazımdır onu. Sonra keçək. Deməli 83 nömrəli çalışmaya. 83. 83'də nedir? Sinus 2x plus 1 bir de minus sinus 2x minus 1 beraber de 0. Bu tənliyi əldə edəcək uşaqlar. Burada gel buna hasilə çevirək. 2 sinus deməli çıxımı olanda bunların fərqinin yarısı olur. Aydınmı? Məxrəcdə 2, surətdə olur 2x üstə gəl 1 çıxılsın. Bir de bu ifadə. 2x üstə gəl 1. Bir də vurulsun kosinus da isə cəm olur. Deməli olacaq yarısı 2x üstə gəl 1 üstə gəl 2x çıxılsın 1. O da bərabər 0'a. Amma arada üstəgəl olsaydı uşaqlar, burada sinusda üstəgəl yazacaqdı argumentlərin cəminin yarısı. Kosinusda fərqinin yarısı. Amma çıxma oldu ona görə. Sinusda fərqinin yarısıdır, argumentdə cəminin yarısı. Bu da verir mənə 2 sinus. Buradan 2x'lər gedir 1. Aydınmı? Radianla verir uşaqlar. Vurulsun dərəcə də yazmıram orada. Kosinus burada ne verir? 1'ler gedir. 2x'i 2'ye böləndə 2x. O da bərabərdir nəyə? 0'a. Hasil nə vaxt 0 olar? Vuruqlardan biri 0 olsun, heç olmasa. Bu 0'dan fərqli ədəddir. Aydınmı? 2 sinus 1. Deməli, kosinus 2x bərabər nəyə? 0'a. Buradan da 2x nəyə bərabərdir? Deməli, 0'ı nə vaxt alır burada? Pi böl 2'də. Üstə gəl k pi. X de beraberdir. Bunu böləndə pi böl 4 üstə gəl k pi bölünsün neçə? 2 olacaq. Burada da baxa görək hansıdır cavab burada? Neçə nömrəli bu? 83 nömrəli çalışmada k da daxildir. Z-ə olacaq C variantı. 84 nömrəli çalışmaya bax. 84 nömrəli çalışmaya. Deməli burada kotangens pi böl 2x bərabərdir kökdə 3. Deyir ki tənliyinin 0-3 aralığında 0 kiçikdir x o da kiçikdir 3 aralığındaki köklərinin sayını tapın. Bunu tapacaq uşaqlar. Həll edək. Deməli pi böl 2x bərabərdir. Bu alır kökdə 3'ü, kotangens alır, deməli pi böl 6'da. Üzərinə də gəlirəm pi k-nı. Hər tərəfini deməli bax buna vuracağım. 2 böl pi'ye vuracağım. X nəyə bərabərdir? X bərabərdir pi'lər gedir. Burada qalır 3'də 1. Düzdürmü? Üstə gəl. Buradan da pi'lər gedir. Qalır 2k. Belə bir cavab aldım. İndi bizdə də deyir ki deməli aralıqdakı köklərin sayını tapın. X 0-3 aralığında neçə kök olur? K'ya gəl. Mənfi qiymət yazmayacaq. Mənfi qiymət kənara çıxma olur bu aralıqdan. K bərabərdir 0 olanda kökü nə olur orada? X bərabərdir 3'də 1. Bu aralığa daxildir. K bərabərdir 1 olanda neçə verəcək mənə? X nəyə bərabər oldu? 2 tam 3'də 1. Amma K'nı deməli 2 yazanda yerinə 4 olur. K tam ədəddir axı. Ancaq tam ədəd yaza bilərəm. Bu da eləyəcək 4 tam 3'də 1. Kənara çıxma olur. Deməli belə çıxır ki bunun 2 dənə kökü olur. Bax 2 dənə kökdür. Cavab 2 olmalıdır orada. 2 kök. A variantıdır. Cevap belə. Sonra 85 nömrəli çalışmaya da baxaq.
Bir üste gel tangens x. O da vurulsun kosinüs x. O da beraber neye? Sıfıra. Bir gel buna baka görək. Bak burada sinüs böl kosinüs x. Tangens o deməkdir də. Bax yazıram. Tangens x beraberdir sinüs x böl kosinüs x. Şimdi bu tənliyə görə vuruqlarından heç olmasa biri sıfır olmalıdır. Mən bu kosinüsü sıfır götürə bilmirəm. Çünki tangensin mənası yoxdur. Deməli bu olacaq burada. Tangens x beraberdir sıfıra. Bu tənliyini həll edəcəyim ancaq. Tangens x beraberdir 1'e. X de beraberdir. Pi bölü 4 da olur da 1. Özde 1'e yok. Menfi 1'e olur. Ha, bu menfi de atacağım karşısına. Pi bölü 4 üste gel. Pi k. Cevap bak bu olacak. O da D variantındadır. Cevap D variantıdır. Sonra baxaq. Deməli 86 nömrəli çalışmaya. 86 nömrəli çalışmada. Orada deyir ki 1 üste gel kotangens x vurulsun sinüs x o da beraber sıfıra. Bak kotangens x neye beraberdir? Kosinüs x böl sinüs x'e. Şimdi ben burada sinüs hasının sıfıra beraber olması şartına istifade etsem sinüs x'i beraber sıfır yazabilirim mi? Hayır. Çünkü bunun mənası yoktur. Ona göre de bunu götürmürəm ben sıfıra beraber. Bir de bunu götüreceğim. Bir üste gel kotangens x'i götüreceğim sıfıra beraber. Buradan da kotangens x beraberdir. Menfi 1 elir. X de neye beraberdir burada? Menfi 1'i alır. Ha, burada tangenste bana fikir verdiniz mi? Menfi attım karşısına. Ama kotangens de uşaqlar. Kosinüsle kotangens de pi'den çıxılmalıdır. Menfi geldi. Pi'den çıxılmalıdır. Onun müsbət qiymətində arqument. Deməli burada pi'den çıxacağım neyi? Pi bölü 4'ü. Pi bölü 4'te alır da 1'i düzdür mü? 1'i. Ama pi'den çıkmalıyım. Üste gel pi k yazmalıyım. O da beraberdir. Bu da mənə verir 4'te 3 pi. Üste gel pi k. Deməli x neye beraberdir? 4'te 3 pi. Üste gel pi k'ya. Bax belə bir cevap alıram orada. 86 nömrəli çalışmada 4'te 3 pi üste gel pi n yazıb orada ziyan yoxdur. İnşallah. K yazmışam. K'nın da işleyebilirsiniz. Onu demişim onun hakkında üstə deməli. Cevap oldu bu. O hansı cevabıydı? B variantı. Cevap oldu B variantı. Keçirəm 87 nömrəli çalışmaya. Deməli sinüs mötərizədə yazıram. Sinüs x üstə gəl kosinüs x kvadratıdır. O da beraberdir sinüs 6'da 5 pi'dir. Şimdi bunu tənliyə həll edəcəyik. Buna baxa görək. Açıram bu düsturu. Sinüsü müttəsəl vurma düsturunda üstə gəl 2 sinüs x vurulsun kosinüs x üstə gəl kosinüsün kvadratı x o da beraberdir. Bu ne verir mənə? Bunu gəl belə yazaq istəyirsiniz. Sinüs pi çıxılsın pi bölü 6. Çevirmə düsturunda aydındır mı? Təkrar etdirim sizə. Bak burada uşaqlar mən bunu yazdım ha. Ama çok işleyen uşaqlar bunu da sinüsün kvadratı, kosinüsün kvadratını burada yazmır. Hele yazır bir dəfəlik bir üstə gəl. Aydındır mı? Bir üstə gəl. Bu da 2 sinüs x kosinüs x de bizde sinüs 2x'i verir bize. Aydındır mı? Düsturdur. O da beraberdir. Bu ne verir mənə? Deməli sinüs ad değişmir. Düzdür mü? Bax adını değiştirmirəm. Sinüs. Pi'dir axı. Pi bölü 6'ını da yazırım. Ama sonra işaresini müəyyənləşdirirəm. Görə işarəsi nədir? Sinüs bu ikinci rübdə göl işarəsi müsbət olacaqdı. Orada düzdür mü? İkinci rübdə də müsbət. Ona göre bunu verəcək mənə. Şimdi sinüs 2x beraberdir. 2'de 1'den çıxıram 1'i. Buradan da alıram sinüs 2x neye beraberdir? Menfi 2'de 1'e. Yazar bunu görün. Deməli 2x neye beraberdir? Menfi 1 üstünde k. Menfi 2'de 1'i alır. Menfi pi böl 6'da. Aydın mı? Menfi pi böl 6'da. O da üzerine gəlirəm neyi? Deməli pi k'nı. Beraberdir. Bu menfi 1 var burada da. Düzdür mü? Onun izahatını yazmışam sizin üçün. Beraberdir. Bu menfi 1'i belə yazırım. Bu menfi 1 üst.
K üstə gəl 1 kimi gedir. Elə bil mənfi 1 üstü K vurulsun mənfi 1. Aydınmı? Buradan mənfi 1'i ayırıram, yazıram vurulsun mənfi 1. Bunu verir mənə. O da vurulsun pi böl 6 üstə gəl pi K. Yaxşı. Bəs x nəyə bərabərdir? Bölürəm bunu. Olur mənfi 1 üstündə K üstə gəl 1. Vurulsun pi böl 12 üstə gəl pi K böl 2. K da daxildir ara Z-ə. Böyle bir cevap aldım ben. Burada 87 nömrəli çalışmada. Mənfi 1 üstü n yazıb orada. Pi bölü 12. Bəli. Cevap orada C variantıdır. Cevap C variantıdır. Sonra hansı gəlir? Deməli 87'den sonra 88 nömrəli çalışmada. Burada sinüs x çıxılsın kosinüs x kvadratı. O da beraberdir kosinüs deməli 5 pi bölünsün 3. Burada uşaqlar yenə bu düsturu açanda nə verir mənə? Bax sinüsün kvadratı x çıxılsın 2 sinüs x kosinüs x o da vurulsun. Üstə gəl kosinüsün kvadratı x o da beraberdir. Bunu da bax belə yazıram. Kosinüs. Burada bax görürsünüz. Deməli bunu yazacağım 2 pi çıxılsın. 2 pi çıxılsın neçə kimi? 3'də pi böl 3 kimi. O belə yazdım. Dördüncü rübdə də bu. Bax bunu ilə bunun cəmi 1 verir mənə. 1 çıxılsın. Bu da mənə verir sinüs 2x'i. 2x. O da bərabər. Bu ne verir mənə? Adı dəyişməyəcək bunun. 2 pi'dir axı. Kosinüs yazıram pi böl 3. Pi böl 3. Dördüncü rübdədirmi bu? Dördüncü rübdə kosinüs müsbətdir. Deməli bunu da bir də belə yazıram. Sinüs 2x bərabərdir. Bu da 2'də 1 verir mənə. Dördüncü rübdə. Dördüncü rübdə də olsun da müsbət olur orada. Çünki şöyle bax fikir verin. Apsis müsbətdir. Bu rübdə də müsbətdir. Bu rübdə də müsbətdir. Aydınmı? Buradan da sinüs 2x beraberdir. 2'de 1'i sola keçirdirəm. Sinüs 2x'i sağa, yazılışı əksinə yazıram. Deməli mənfi 2 yox. Bəli, mən 2'de 1 eləyəcək. Düzdürmü? 2'de 1. Onda 2x nəyə bərabərdir? Mənfi 1 üstündə k. 2'de 1'i alır pi bölü 6'da. Üstə gəl pi k. X de beraberdir. Böləndə burada. Deməli belə olacaq. Mənfi 1 üstündə k vurulsun. Pi böl 12. O da üstə gəl. Pi k bölünsün neçə? 2. Bax belə bir cavab aldım uşaqlar. Bax belə bir cavab aldım. 88 nömrəli çalışmada. Mənfi 1 üstündə n. Pi böl 12. Üstə gəl pi k böl 2. Hansı variantı idi? D variantı. Cevap oldu D variantı. Sonra 89 nömrəli çalışma. Sinüs pi vurulsun kosinüs x beraberdir 0. Bu tənliyi həll eləyəcəyim olur. Baxa, argument budur da, düzdürmü? Bax yazıram pi vurulsun kosinüs x. Nəyə bərabərdir? Deməli, sıfırı nə vaxt alır sinüs? Sıfırı alır, deməli, pi k'da. Düzdürmü uşaqlar? Pi k'da 0 olur. Kosinüs x nəyə bərabərdir? Kosinüs x də bərabərdir. Pi'yə böləndə k'ya bərabərdir. Burada k daxildir nəyə? Z-ə. K daxildir Z-ə. Burada diqqətli olmaq lazımdır uşaqlar. Deməli, burada k hansı qiymətləri ala bilər? K ola bilər 0. K ola bilər 1. Bir də k da mənfi 1. Başqa qiymətləri ala bilməz. Burada z-ə daxildir yazmışam. Bunları ola bilər o. Çünki kosinüs əgər tam ədəddirsə alsa 0'ı 1'i mənfi 1'i alacaqdı. Aydınmı? İndi gəl bunları bir-bir həll edək görək. Deməli 0 olanda bax kosinüs x bərabərdir 0'a. X nəyə bərabərdir? X bərabərdir deməli
0 alacaq. Pi böl 2 üstə gəl pi k'da. Bu belə. Sonra kosinus x bərabərdir 1'ə. X də bərabərdir. 1'i də alır bu 2k pi'də. Pi k'da. Bir də kosinus x də bərabərdir mənfi 1'ə. X də bərabərdir mənfi 1. Mənfi 1'dirsə, onda olacaq bu pi mənfi yox. Yəni, x bərabərdir pi üstə gəl. Deməli 2 pi k. 2 pi k. Deməli, ordinat oxunun üzərində də qiymət ala bilər. Absis oxunun üzərində də qiymət ala bilər. O da uşaqlar x nəyə bərabərdir? Pi k böl 2. Bax, fikir verin, k'nı cüt qiymətlərində hansıları alacaq? Bir de bunu ilə bunu. Aydındır mı? Bax, k 2 olanda nə verirsən? Pi. Bir de bunu alır. K 1 olanda nə verəcək? Pi bölü 2'ni, bir de bunu alacak. K 4 olanda 2 pi k'nı. Ona göre de cevabı bak böyle yazır. Burada A variantı. Cevap A variantı. Yaxşı çalışmada uşaqlar bu araşdırmaları yaxşı görmək lazımdır. Deməli, gəlir 90 nömrəli çalışma. 90 nömrəli çalışmada nədir? 1 böl kosinus 3x üstə gəl 1 bərabərdir 0'a. Bu nə deməkdir? Deməli, kosinus 3x'e vursam buna gəlir. Bax, kosinus 3x. Deməli, alıram 1 üstə gəl kosinus 3x bərabər 0'a. Buradan da kosinus 3x bərabər nəyə? 0'a. 1'ə. Mənfi 1'ə. Aydın mı? Mənfi 1'ə. İndi 3x nəyə bərabərdir? Deməli, müsbət mənfi, bu mənfi 1'dir ya. Aydın mı? Mənfidir bu. Deməli, mənfi 1'i alır, nə vaxt alır bu? 1'i ümumiyyətlə alır pi böl 2'də. Pi böl 2'də. Onda mənfi 1 üçün yazacaqam mənfi pi böl... Vay, səhvə bax elərim. Kosinus 3x. Mən elə bir sinus kimi baxdım. Aydın mı? İkinci variantda 92'də sinusdur. Ona fikir verdim. Elə bildim. Ona görə elə dedim. Mənfi 1'i bu alır pi'də. Düzdür mü? Pi üstə gəl. Ne verəcək mənə? Özə bunu gəl xüsusi hal kimi həll elə. Heç müsbət mənfi 1 nə üçün yazıram? Yazıram pi üstə gəl. Deməli 2 pi k. Aydın mı? Xüsusi haldə də ümumi həll niyə tətbiq edirəm bura? Bu da eləyir pi böl 3 üstə gəl 3'də 2 pi k. Ve cevap belə bir cevap aldım. K z-ə daxildir. Hansıydı orada? Bu tərəf buradadır. Baxın 90 nömrə. 91'dir. 90 deyil. Nömrələri niyə çaşdırmışam? Mən səhv yazmışam nömrələri. Nömrələri səhv yazmışam. Burada. Niyə nömrələri səhv yazmışam? Burada nəyi qarışdırmışam ki? Bu 89 nömrəli çalışma deyil axı. Bu 90 nömrəli çalışmadır. Burada neysə səhv yazmışam nömrələri. Haradasa səhv eləmişim uşaqlar. Eyni nömrədən ola bilər 2 dəfə yazmışam. Ona görə bunlar səhv gəlib məndə. Bu 90 nömrəli çalışmadır. Bu 91'dir. Bu 91 nömrəli çalışmada da cevap, bakın bir de bak burada var. Y variantıdır. Burada cevap Y variantıdır. Burada haradasa 88 yazdığım de budur, bəli. Bunu yazmışam 88. 89'u yazmamışam. Ona göre böyle alınıb burada. Gel 89'u da yazın aşağıda. 89 yazın burada. Arada qalıb ona göre nömrələr elə gedib. Yazıram bax 89'u da yazıram sizin üçün. Tangens 2x çıxılsın kosinusun kvadratı 2x. O da bərabərdir sinusun kvadratı 2x. Ha, bu tənliyi yazmamışam orada. Ona göre tangens 2x nəyə bərabərdir?
Bunu sağa keçirdəndə kosinüs kvadrat 2x üstə ya sinüs kvadrat 2x 1 elir də. Buradan da 2x nəyə bərabərdir? 1'i alır bu pi bölü 4'dən. Üstə gəl pi k'da. X də bərabərdir pi bölü 8 üstə gəl pi k bölü 2. K da daxildir z-ə. Bunu yazmamışam uşaqlar. Baxın. Burada hansı idi cavab? Baxın 89'u yazmamışam. Buna görə indi yazdım sizin üçün. Pi bölü 8 üstə gəl. Bir də B variantıdır uşaqlar. Burada cevap B variantıdır. İndi keçirəm 92 nömrəli çalışmaya. 92 nömrəli çalışma. Burada 1 bölü sinüs 3x, o da üstə gəl 1 bərabərdir 0'a. Buna hər tərəfini sinüs 3x'e vururam. Deməli olur 1 üstə gəl sinüs 3x bərabərdir 0'a. Sinüs 3x, bu əgər 0'dan fərqli 0 olsa məxrəcdə yazmazlar ki bunu. Ona görə o 0'dan fərqlidir də mənfi 1'ə bərabərdir. 3x də bərabərdir. Bunu da xüsusi həll kimi yazaq da. Mənfi pi bölü 2 üstə gəl pi k'dır. Onları n-lə yazıb k-la yazıb k-la. X də bərabərdir. Mənfi pi bölü 6 üstə gəl pi k bölü 3. K da daxildir z-ə. Buradan da belə aldım cevabı. Mənfi pi bölü 2 pi k bölü 3 D variantındadır. Cevap D variantı. 93 nömrəli çalışma. Deməli, burada verilib tangens 2x üstə gəl tangens 3x. Məxrəcdə də 1 çıxılsın tangens 2x vurulsun tangens 3x. Düsturdur bu uşaqlar. Bərabərdir 1'ə. Cəmin tangens alfa üstə gəl beta düsturudur bu. Deməli tangens nə verəcək mənə? Bunları toplayanda 5x. O da bərabərdir 1'ə. 5x də nəyə bərabərdir? 1'i nə vaxt alır? 45 dərəcədə. Pi bölü 4'də. Üstə gəl pi k'da. Dövrün də gəlir üstünə. Dövrünün misillərini. X də bərabərdir pi bölü 20. Üstə gəl pi k bölü neçə? 5. K daxildir z-ə. Bunu da həllini belə aldım. 93 pi bölü 20 pi k bölü 5. Cevap oldu C variantı. Cevap C variantıdır. 94 nömrəli çalışma. X'in hansı qiymətində ifadəsi ən kiçik qiymət alır? Yaxşı çalışmadı bu. 2 tangens kvadrat x üstə gəl 4 tangens x üstə gəl 5. Uşaqlar burada deməli ən kiçik qiymətini alır. Bu kvadratik ifadədir. Düzdürmü? Kvadratik funksiyadır bu. Qeyri ilə işarə eləsəm bu kvadratik funksiyadır. İndi ifadə kimi verib. Bunu elə bilin ki, uşaqlar, bax 2 x'in kvadratı üstə gəl 4x'in kvadratı, bu x'dən yazmam. Üstə gəl 5. Bu kvadratik funksiyadır. Bunun minimum nöqtəsini tapmaq lazımdır. Bunun qrafikində qollar yuxarı yönəlir. Bax, qollar yuxarı yönəlir. Bax, bu minimumun qiymətini tapmaq lazımdır. Aydınmı? Deyir ki, ifadəsi ən kiçik qiymət alır. X-in hansı qiymətində? X-in hansı qiymətində? Bizdən bax, bunu istəyir. Bax, bunu. Aydınmı? Baxaq. Gəl belə yazaq. Ya yox, yazıram. Bax, x0 bərabərdir. Mənfi b bölü 2a-da gör. Törəmə ilə də yaza bilərəm. Bax, bunu ilə yazdım. Mənfi b neçədir burada? Bax, x-in əmsalı. Elə bir ki, buna bir x kimi baxırsınız. Bax, aydınmı? Bu da x-in kvadratıdır. Deməli, olur 4 bölünsün 2 vurulsun. A neçədir? Bir də bu 2. O da bərabərdir mənfi 1'ə. Deməli, x0 nəyə bərabərdir? Mənfi 1'ə. Deməli, bu özünün ən kiçik qiymətini bu nöqtədə alır. Yazıram, o nəyə bərabərdir? Tangens x nəyə bərabərdir? Mənfi 1'ə. X nəyə bərabərdir? Mənfi pi bölü 4'də alır da bunu, düzdürmü? Üzərinə də gələn pi k-nı. Hansı çalışmaydı o? 94. Aşağıdakine baxıram. 94'də M yazıb uşaqlar. Yazıb məndə yazım. Nə fərqi var? Yəni z-ə daxildir də. M z-ə daxildir. Aydın oldu mu? İşarədir yazırlar da. M daxildir z-ə. Cavab olacaq Y variantı. Bu qayda ilə uşaqlar.
Burada əsas məqsəd bir de bunu görmək lazımdır ki, buradan kvadratik ifadədir. Onu tapmaq. 95 nömrəli çalışmaya da baxın. 95'te nedir? X'in hansı qiymətində yenə elə bir ifadə verilib. 3 tangens kvadratı x çıxılsın 6 tangens x üstə gəl 5 ifadəsinin ən kiçik qiymətini tap. Burada da o qayda ilə yazıram. Bax, x0 bərabərdir. Mənfi b böl 2a. O da bərabərdir. Mənfi b neçədir? Mənfi 6'dır. 2 vurulsun a neçədir? 3. O da eləyir mənfi 1. Yox, müsbət 1 bağışlayın uşaqlar. Müsbət 1. Mənfi var axı burada. Deməli, belə çıxır ki, tangens x nəyə bərabərdir? 1'ə. Buradan da x bərabərdir. 1'i nə vaxt alır? Pi böl 4'də üstə gəl pi k'da. Orada k ilə yazıb, m ilə yazıb, yenə də m ilə yazıb. M daxildir nəyə? Z-ə. Pi m. Deməli, burada tane hansıdır çalışma? Bir de D variantı. D variantında var orada. 96 nömrəli çalışma. 96 nömrəli çalışma. 96'da nedir? Kosinüs 3x üstə gəl 72. O da beraber nəyə? Mənfi 1'ə. Deyir ki, tənliyinin 0-45 arasında. 45 derece. İntervalındaki həllini tap. Bu arada olan həllini tapacaq. Həll eləyik bunu. Sonra qiymətlər verməklə tapayıq. Deməli yazıram. 3x üstə gəl 72 bərabərdir. Mənfi 1'i bu nə vaxt alır? Xüsusi həldir. Deməli, mənfi 1'i alır pi'də üstə gəl 2 pi k'da. Elə mi? Buradan da gəl x'i tapaq. Dərəcə ilə verilib burada. Burada 72 dərəcə ilə verilib. Mən də gərək dərəcə ilə yazaydım bunları. Gəl yazaq. 3x üstə gəl 72 dərəcə bərabərdir 180 dərəcə. Üstə gəl 360 dərəcə k. 3x də bərabərdir 72'ni keçirdək o tərəfə. Bu eləcək 108. 108 dərəcə. Üstə gəl 360 dərəcə k. X'i tapaq. X de beraberdir. Böləndə bunu 36 dərəcə eləyir. Üstə gəl 120k. Bizdən baxaq şərti nədir? Deyir bu intervalında həllini tap. Gəl k'ya 0 verək. 36 dərəcə düşürmü bura? Bəli. K bərabərdir 0 olanda olduqda. X nəyə bərabərdir? 36 dərəcəyə. Deməli cavab olacaq 36 dərəcə. Bunu istəyir bizdən. Bu araya düşün. Cevap oldu 36. 97 nömrəli çalışmaya da baxaq. 97'də də o qayda iləndir. Deməli sinus 9x üstə gəl 36 dərəcə bərabərdir mənfi 1'ə. Aralıq verin mənə. 0 ilə 30 arası. 0 ilə 0 kiçikdir x, o da kiçikdir 30 dərəcə. İntervalda da verə bilər elə belə. Yəni belə də verə bilər də 0-30 dərəcə. Aydın oldu mu? İndi baxaq, həllini tapaq. Deməli sinus özüdür. Yazıram 9x üstə gəl 36 dərəcə bərabərdir. Mənfi 1'i alır bu. Deməli 90 dərəcədir. Mənfi 90'da. Düzdürmü? Üzərinə gəlirəm 360 dərəcə k'ni. Buradan da 9x bərabərdir. 36'nı o tərəfə keçirdəndə toplanacaq. Mənfi 126. Belə alınır. Düzdürmü? Deməli 126 dərəcə üstə gəl 360 dərəcə k. Gəl x'i tapaq görək. Bölünür də bu 9'a. Bəli, rəqəmlərin cəmi 9'dur. Mənfi 1, 14 dərəcə. O da üstə gəl. Bunu 9'a böləndə 40 dərəcə k. Şimdi gəl bu araya düşəni baxaq 0 ilə 30 dərəcə arasında düşənə baxaq. K'ya 0 verək. K bərabərdir 0.
Bir de 2 de mənfi 1 de vermek olar da dərhal tapılır burada. K 0 olanda x neye beraberdir? Yo, tapılmır bak işte. Yo, x beraber olur mənfi 14'e. Düzdür mü? K 0 olan. Bak görürsən düşmür bu aralığı. Mənfidir. K 1 olanda ancak. Fikir verin x neye beraber? 1 olanda 40 derece olur. Mənfi 14 üstəyə 40. 26 derece. Cevap oldu neçə? 26 derece. Şimdi de 98 nömrəli çalışmanı yazıq. Baxaq görək 98'də nedir? Deməli 98. Deyir ki 2 kosinus 2x beraberdir kökdə 3. Tənliyinin mənfi pi parçasında neçə kökü var bu aralıqda? Tənliyi əldə edək. Kosinus 2x beraberdir kökdə 3 böl 2'ye. 2x de beraberdir nəyə? Deməli, kökdə 3 böl 2'ni alır müsbət mənfi pi böl 6'da üstə gəl. Bu kosinusdur mu? Bəli. Bir de üstə gəl 2 pi k'da. Bu da x de beraberdir müsbət mənfi pi böl 12. O da üstə gəl pi k. Gel bunu derece ile yazım istersiniz. Pi beraber x beraberdir müsbət mənfi 180'da 12'ye böləndə 15 derece üstə gəl bu da 180 derece k. Şimdi ya bunu yoxlayaq görək bu araya düşənlər hansılardır? Yəni mənfi 180 ile 180 arasına. Aydındır mı? Bu parçada olan həllərin sayını tapacağıq biz. K 0 olsun. 0 olarsa x neye beraberdir? Deməli x1 beraberdir 15'e, x2 de beraber neçəyə? Mənfi 15'e. Deməli bunların hər ikisi bu araya düşür. Gəl k'ya yazaq 1. 1 yazanda uşaqlar. Və 180'dan x neye beraber? 180 üstə gəl 15. Kənar düşür. Aydındır mı? Ama 180 derece çıx 15 ise bu araya düşür də. Beraberdir neçə verəcək bizə? 100 deməli 65. Düzdür mü? Maraqlı da gülə bunu hesablamağım. Sadəcə olaraq aralığa düşənlərin sayını deyir bizə. Bax bu düşdü aralığa, bu düşüb aralığa, bu da düşüb aralığa. Amma bax 100x bu 1 x2'ni de yazanda 180 üstə gəl 15. Bu mənfi yazıram qarşısında. Aydın oldu mu? Bu düşmür. Sonra x de beraber daha 2 yazanda böyüyür artık var araya düşen de gül. X k da beraber olsun mənfi 1'i de yoxlayaq. Aydın mı? Mənfi 1 de yoxlanmalıdır yaxında da. Mənfi 1 yazanda x1 neye beraberdir? Deməli 15 çıxılsın 180. Bax bu düşür. Düzdür mü? Aralığa düşür. Amma x2 beraberdir 15 üstə gəl mənfi 15 çıxılsın 180 derece. Bu düşmür. Bu kenara düşür. Aydın mı? 200 neçə derece eləyir. Deməli burada bax budur. Biri budur. Deməli biri bu. Sonra hansıdır? Bax biri budur. Biri budur. Və bir de ki biri budur. Biri de bu. Aydın mı? Deməli 1, 2, 3, 4 dənəsi. Cevap olacaq neçə? Cevap olacaq 4 dənə. Bax cevap 4. Ha. Sonra keçək 99 nömrəli çalışmaya. 99'da da elə o qayda iləndir. Sual verir 99'da. Deməli 2 sinus 4x o da beraberdir 1. Olarsa 0 ile pi bölü 2 aralığına bakacağız. 0 pi bölü 2. Deyir ki bu aralıqda neçə kökü var? Həll edək onu. Tənliyi həll edirəm. Sinus 4x nəyə bərabərdir? 2'də 1'ə. 4x de beraberdir. 2'də 1'i alır mənfi 1 üstündə k. Pi bölü 6 üstə gəl pi k'ya. X de beraberdir mənfi 1 üstündə k. Vurulsun pi böl 24 üstə gəl. Bu da pi k böl 4'ə. Deməli belə bir
kök aldıq. İndi gəl bunlara baxa görək bu arada neçə kökü var. K'ya 0 verəndə, K'ya 0 verəndə bu da 1 qalır pi böl 24. Bu araya daxildir. K 0 olanda daxil olur. Kök daxildir. Bir dənəsi burada yarandı. K bərabərdir 1 olanda nə verəcəyim mənə? Görüm 90 dərəcəyə qədər verəcəyimi? Bax, bu x, bu 45 dərəcədir 1 olanda. Düzdürmü? 45 dərəcə, bu da mənfidir. Çıxanda mənfini çıxacaq da, düzdürmü? Deməli bu araya düşür. 45 böyükdür da pi bölü 24'də. Bax, K bərabərdir. Bir dənəsi də bax buradan yaranır. Aydındır? Biri bu, biri də bu. Sonra gəl mənfi bu 1'i verdim. Mənfi 1 versəm, aydın məsələdə düşməyəcək. Nə üçün düşməyəcək uşaqlar? Burada mənfi 180 olur. Burada neçə olacaq? Pi bölü 24. Aydın mı? Kiçik ədəd olacaq. Bu araya düşməyəcək. 180'dan onu çıxanda düşmür bu araya. Sonra nə qaldı orada? Tutardı. 2'ni də ki yaza bilmərəm. Getdikcə böyüyür. Mənfi 1'dən sonra mənfi 2'ni də yaza bilmərəm. Getdikcə kiçilir və ilə axır kənara düşür. Deməli burada biri budur, biri budur. Cavab olacaq 2 dənə. 2 dənə kökü bu araya düşür. Baxırıq 100 nömrəli çalışmaya. Keçək 100 nömrəli çalışmaya baxaq görək. Necə verib 100 nömrəli çalışmanı? Sinus, deməli sinus 3'də 2 pi x bərabərdir 0. Tənliyinin ən kiçik natural kökünü tapacaq. Natural ona göre yaranır ki burada pi var. Aydındır, yazaq. Deməli 3'də 2 pi x. 0'ı alır bu pi k'larda. Aydındır mı? Sinüs. Burada pi x'dir. Buradan pi'ye böləndə pi'lər buradan gedir. Elədir mi? X nəyə bərabərdir? 2'də 3 pi'ye. Düzdür mü? 2'də 3 k'ya. Elə bil bunu hər tərəfini uşaqlar. Deməli 2 pi'də 3'e vururam hər tərəfini. Bu deməkdir də. İndi orada cümlənin bir dənə də baxın. Ən kiçik natural kökünü. Natural kökünü. Bu ən kiçik natural kökü deməli neçə olacaq burada? K'ya gerek 2 yazaydı da. Elə deyil. Natural kök almaq üçün K 2 olmalıdır. 4 olmalıdır. Cüt ədədlər olmalıdır bir sözlə. Aydındır mı? İstəyir mənfisi, istəyir müsbəti. Tam ədəd verəcək o cür. 4 olanda 6 verəcək. 2 olanda 3 verəcək. Bizə də deyir ki, ən kiçik natural kökünü tap. Ən kiçik natural kökü 2 yazanda x neçə olur? 3. Cevap olacaq bu. Cevap 3'dür. Sonra deməli 101 nömrəli çalışma. 101 nömrəli çalışma. Orada kosinus 3 pi x bərabərdir 1'e. Deyir ki, tənliyinin ən kiçik natural kökünü tapın. Burada da həmin sualda elə 3 pi x bərabərdir 1'i alır kosinus 2 pi k'da. Elə mi? Buradan da 3x nəyə bərabərdir? Pi'lər gedir, qalır 2k'ya. 2k'ya bərabərdir. X də bərabərdir 3'də 2k. Ən kiçik natural kökü k'nın 3'ünde alacaq. K 3 olsa x neçə olur? 2. Cevap 2'dir. Bunu istəyir. Ən kiçik kökü, natural kökü. Sonra deməli bu 101 idi. İndi də yazıram 102 nömrəli çalışmanı. Orada nedir 102'de? Deməli 2 sinus 6x kosinus 6x o da bərabərdir kökdə 3 böl 2. Tənliyinin 0 pi böl 18. Deməli parçasında neçə kökü var? Yoxlayacaq köklərin sayını. Baxaq. Bu verir mənə sinus 12x. Düzdürmü? 2 qat bucağı düsturu ilə yazdım. Bərabərdir kökdə 3 böl 2. Burada 12x bərabərdir. Bunu alır mənfi 1 üstündə k. Deməli pi böl 3'də alır bunu. Kökdə 3 böl 2'nin sinus. Üstə gəl pi k. Hər tərəfini 12'ye bölək.
Mənfi 1 üstündə k. Bu eləcək pi böl 36. O da üstə gəl 12'ye böləndə pi k böl 12. Gəl bunu dərəcə ilə verib. Gəl dərəcə ilə də yazın bunu. Deməli, mənfi 1 üstündə k. Pi'ni 36'ya böləndə 5 dərəcə elir də. 5 dərəcə üstə gəl. 180'ı da 12'ye böləndə 15 dərəcə k. Bax, belə buradan buna görə müəyyənləşdirək. Mənfi 1 üstündə k 5 dərəcə. O da üstə gəl neçə elir? 15 dərəcə k. Baxaq, k'ya 0 yazanda bu olur neçə? 5 dərəcə. Bax, burada daxildir. Aydınmı? X bərabərdir 5. Biri budur. Sonra k'ya 1 verəndə. 1 verəndə burada mənfi yaranır. Mənfi 5 dərəcədir. Bu da 15. Toplayanda 10 dərəcə olur. Bəli. Bu da 10 da bura daxildir. Aydınmı? Bu da biri. 2 yazanda bu getdi artıq. Aydınmı? 2 yazanda 5 ilə toplanacaq, getdi, böldü. Mənfi 1 yazanda, mənfi 1 də yazanda 15 dərəcə bundan böyükdür də, düzdürmü? 5 dərəcədə mənfiyə də verəcək, bu araya daxil olmayacaq. Deməli, cavab oldu neçə? 2. 2 dənə. O aralığa 2 dənə kökü daxildir. Sonra, baxaq 103 nömrəli məsələyə. 103'ə. Burada nedir? Deməli, su səthinin dalğalanmasının zamanı müəyyən anı üçün fx bərabərdir sinus 4x. Fx bərabərdir sinus 4x. Funksiyasının qrafiki ilə modelləşdirmək olar. Dalğalanmanı. Buna görə də 0,2 pi, 0,2 pi parçasında dalğaların funksiyanın qrafikinin neçə maksimum nöqtəsi olar? Bu artıq söz-söhbətlər də olar yazır. Bu nə deməkdir? Bu funksiyanın bu arada neçə dənə maksimum nöqtəsi var? Su dalğalandı, belə oldu. Ehtiyac yoxdur elə bir söz-söhbətə. Aydın oldu, sizdən bunu istəyir uşaqlar. Sizin için qaranlıq qalmaz. Sinus 4x'in bu aralıqda neçə dənə maksimumu var? Bu da 4 dənə olmalıdır. İndi baxaq. Adi bir dənə, ne üçün 4 dənə dedim mən sizə? Fikir verin, bu oldu pi. Bu oldu 2 pi. Düzdürmü? Bunun qrafiki belə gəlmir, sinusun qrafiki. Burada neçə dənə maksimum var? Bir dənə. Aydın oldu, 1 alır da maksimumda 1'dir. Burada 4 dəfə sıxılmayıb bu. Tezləşmir. Ona görə də bu olacaq 4 dənə. Amma gəlin baxaq, həll edirik. Tənlik kimi də həll edirik uşaqlar. Yəni bunu test cavabı belədir, dərhal yazmaq olar. 4 dənə. Yine gəl baxaq. Deməli, belə yazacağım. İndi sinus 4x tənliklərə aid verilib də, ona görə yazıram həllini. Tənlikdə də həllini bilək də. Maksimumu 1'dir də, düzdürmü? Maksimum 1'dir. Bunun qiyməti maksimum 1'dir. 0,2 pi'də. 4x nəyə bərabərdir? 1'i nə vaxt alır? Pi böl 2. Üstə gəl 2 pi k'da. X də bərabərdir pi böl 8. Üstə gəl 2. Yox. 4'e böləndə pi k böl 2. Belə bir cavab. Bu köklərdir. İndi gəl bu araya düşənlərə baxaq görək neçədə nəsədir. Bunlar 1'e bərabər olan bu arada. K'ya 0 verək. 0 verəndə pi böl 8 alınır. Düzdür? Bu rahat. K'ya gəl verək 1. Burada mənfi yaza bilmərəm. Mənfi 1 yazsam əgər, mənfi pi böl 2, 90 dərəcədən çıxacağım pi böl 8'i mənfi verəcək mənə. Deməli, mənfiləri yazmıram. Ancaq müsbətləri yazacağım. 1 yazanda nə verir mənə? Bax, pi böl 8 üstə gəl pi böl 2. Hesablamıram bunu. Biri də budur. Gedib 2 pi'ye çatmayacaq ki 360 dərəcəyə. 90 üstə kiçik bir bucağa gəldi. Sonra 2 yazıram yerinə. Kök olacaq pi böl 8 üstə gəl 2 yazanda pi. 180. 180'ın üzərində kiçik bir bucaq gəldim. Gəlib 360'a çatmır. Sonra 3 yazıram yerinə. Burada. Deməli pi böl 8 üstə gəl neçə eləyir 3 yazanda? 2'də 3 pi.
2'de 3 pi. Düzdürmü? Bu ne verir mənə? Bu 270 dögöl, bu 90'dan kiçik dögöl, deməli 360'a çatmayacaq. 4'ü yazanda artıq burada 4 2'ler gedir, 360 burada yaranır. 2 pi burada yaranır. Üzerine de pi böl 8'i gələndə çıxır buradan kənara. Deməli biri budur, biri budur, biri budur, biri de budur. 4 tane. Aydın oldu mu uşaqlar? Və bunun həlli belə. Sonra bu oldu 103. İndi 104'e baxıram. 104 nömrəli çalışma. Ancaq bu deyib, buna görə də uşaqlar imtahanlarda istifadə edə bilərsiniz. 5x olsun. De burada 5x'dir. 5x olsa burada 5'ten olacaq. Yazıram. Deməli fx nəyə bərabərdir? Sinus 5x. Yəni o sözləri heç oxumasam da olur. 0,2 pi parçasında. 0,2 pi parçasında. Daha qrafiklə təsvir eləmişəm bunu. Gəl indi bunu yenə də yazaq da 5x sinus 5x bərabərdir nəyə? 1'ə. 5x de bərabərdir. 1'i alır pi böl 2 üstə gəl 2 pi k'da. X de bərabərdir. Pi böl 10 üstə gəl 5'də 2 pi k. Və belə bir fənd. İndi qiymət verək bunlara 1-1 buradakı kimi. Baxaq. K'ya 0 verəndə pi böl 10 alınır. Pi böl 10 bu araya daxildir. Pi böl 10. Bu 1. Sonra pi böl 10 üstə gəl. Burada k'ya 1 yazanda 5'də 2 pi. Bu kiçik ədəddir uşaqlar. Pi'ni 5'ə böləndə neçə eləyir? Deməli 180'ı 5'ə böləndə 36 eləyir də bu elə bil ki 72 dərəcədə. Elə bunu ilə nəzərimizdən alsın. Aydın oldu mu? Bu kiçikdir də bu. Bu da 18 dərəcədir. Deməli 18 dərəcə üstə gəl 72 k deməkdir. Və bunu ilə müəyyənləşdirək. Pi'lərlə biraz hesablama ehtiyac olmasın. Və burada ardının bunlarla bu aydın məsələdir. Bu ödəndi. Burada k'ya 1 yazanda 70'in üstə 18 gələndə nə verəcək mənə? Və yazıram 5'də 2 pi. Bu da aiddir. Aydındır mı? Daxildir bu araya. Gəl indi dərəcələrlə yazın. 2 yazanda 140 üstə gəl 18. 2 pi'ye çatmır ki. Yox. Bax yazıram 18 üstə gəl 140. 144. Bu da aiddir. 1, 2, 3. Sonra baxıram. 18 üstə gəl. Bunu indi neçə yazmışdım? 2 yazmışdım da 3 yazanda neçə eləyir? 210 neçə eləyir? 18'in üzərine gələndə 360'a çatmır. Deməli 72 vur 3. Bu da aiddir. Sonra deməli 18 üstə gəl. 72'ni 4'ə vururam indi. Buna baxa görək. Bu neçə eləyəcək? 288. 288'i bu 360 elədi. Bu da 288. Burada elə bildim ki yaxşı deyən görək. Burada neyse 72 dərəcə eləyir. Bu da 18 dərəcə eləyir də. Burada elə bil artıq çıxır. Yoxsa düz hesablamadım bunu. Burada neçə yazmışam? Burada 0, burada 1, burada 2, burada da 3 yazdım da. Düzdür mü? 210 eləyir. Burada 4 yazanda bu nə verir mənə? Deməli 8, 288. Düzdür mü? 288 bu daxildir. Bir də ki 18 üstə gəl 5 yazar. 72 vur 5. Aydındır mı? Buna baxa görək. Bu 360 eləyir ki. 360'ın da üzərində bunu gələndə kənara çıxır. Deməli bu ola bilməz. Cavab neçədən oldu? 1, 2, 3, 4, 5 dənə. Cavab oldu 5 dənə. Bax belə araşdırma yazmaq lazımdır. İmtahanda ancaq ehtiyac yoxdur. Vaxtınız getmir. Bir də uyğunluqlara aid olan çalışmaları yazaq. 105 nömrəli çalışmanı yazaq. 105 nömrəli çalışma. Birinci çalışmada sinus 2x bərabərdir -1. Bu tənliyi həll edək. Bu birincidir. Deməli sinus 2x bərabərdir -1'ə. 2x bərabərdir -1'i alır -pi böl 2'də. Üstə gəl 2 pi k'da. X də bərabərdir. X də bərabərdir.
Deməli, nəyə bərabərdir x? X bərabərdir mənfi pi böl 4 üstə gəl pi k. Bu oldu bunun həlli. Sonra keçirəm ikinci tənliyimizə. İkinci tənliyimiz necədir? Kosinus x böl 2 bərabərdir nəyə? Mənfi 1'ə. X böl 2 də bərabərdir. Mənfi 1'ə alır pi üstə gəl 2 pi k'da. Bir də x də bərabərdir 2 pi üstə gəl 4 pi k'da. Və üçüncü tənliyimiz belə verilib bizə. Kotangens x böl 3. O da bərabərdir nəyə? Mənfi kökdə 3'ə. Buradan da x böl 3 bərabərdir mənfi kökdə 3'ü nə vaxt alır kotangens? Deməli pi böl 6'da. Amma burada mənfi olduğuna görə pi'dən pi böl 6'nı çıxacaq. Eləcək 6'da 5 pi. Üstə gəl bu da pi k'ya. X də bərabərdir. Elə bil ki 3'ə vurulur bunu hər tərəfi də. Düzdürmü uşaqlar? Verəcək mənə 5 pi böl 2 üstə gəl 3 pi k. Deməli tənliyin köklərini tapdım. İndi baxaq. D variantında 5 pi var uşaqlar. Orada nə deyir? Ən kiçik müsbət kökü k'nı sıfırında alır. Bu getdi elə D dərhal görsəndi oradan. Ona görə onu qeyd edirəm. Gəl birinci yuxarıdan başlayıb görək. Ən kiçik müsbət kökü 2 pi'dir. Bir də buradadır. Deməli 1'ə getdi. 1'ə yox 2'yə getdi A. Aydınmı? Düzdürmü? K'nın sıfırında 2 pi olur. Sonra nedir? B variantında nedir? En küçük müsbət kökü 4'də 3 pi'dir. Müsbət kökü. K'ya 1 verəndə pi çıxılsın. Pi böl 4 olur. 4'də 3 pi olur. Deməli o bura gedəcək. Hansıdır? B variantı. Bu B variantı bura getdi. Sonra C variantı. En böyük mənfi kökü mənfi pi böl 4'dür. Bir de budur. K'nın sıfırında olur. Bu da bura gedir. C'ye. C de gedir 1'ə. Sonra hansı kaldı burada? D variantını da yazmışam. E variantında nedir? En büyük mənfi kökü mənfi 2 pi'dir. En büyük mənfi kökü K'ya mənfi 1 verəndə mənfi 4 pi olur. Bundan çıxanda de buna gedəcək o. E variantı 2'ye gedir. E variantı. Deməli 1'e getdi BC, 2'ye A'ya, 3'e də D getdi. Bu 105 nömrəli çalışmanın cavabları bunlar. Keçirəm 106 nömrəli çalışmaya. 106'da nedir? Trigonometrik tənlər üçün uyğunluğu müəyyən edin. Birincidə verir mənə tangens x bərabərdir 3'də 1'ə. Bunların bucaqlarını tapmaq olmur axı. Sinus x hələ artlarla qalacaq. Yəni yazın baxaraq da görək nə tələb olunur. Bir də kosinus x'dir. O da bərabərdir 3'də 1'ə. Burada nedir? Deməli bunlar da bəli. A variantında aralığında həlli var. Ancaq həllərin olub olmamasını soruşacaq burada. Bəli. Deməli bu aralıqda pi ilə 2'də 3 pi. Bu olur 3-cü rübdədir. Aydınmı? 3-cü rübdə deyir ki, deməli A variantında gedəcək o. Bunun həlli var. Bu 3-cü rübdür axı. Pi ilə 2'də 3 pi. 180 ile 270 arasında buna həlli var da. Düzdürmü? Çünkü müsbət olur axı orada tanyens. 3-cü rübdə tanyens də kotanyens də müsbət olur. Ona görə A variantı var gedir bura. Və yazdım bunun altında. Sonra baxaq B variantına. B variantı nedir? Deyir aralığında həlli var. 2'də 3 pi ilə 2 pi aralığı 90 270 ilə 360 arasında. 4-cü rübdür bu. 4-cü rübdə kosinusun həlli olacaq. Aydınmı? Müsbətliyi verilib də 4-cü rübdə bu müsbətdir axı. Ona görə B variantı gedəcək bax bura. Aydın oldu. Bax bu 4-cü, bu 3-cü rübdür uşaqlar. Bu da 4-cü rübdür. Aydın oldu. 4-cü rübdə bunun da həlli var, bunun da həlli var. Tanyesində həlli var. Çox gözəl. Sonra C variantına baxaq. 90 ilə 180 arasında. 90 ilə 180 arasında sinusun həlli var. Aydınmı? Bəli. O deməli C variantı bax bura gedəcək. C variantı 90 ilə deməli 180 arası verir mənə 2-ci rübdür. Burada müsbətlik var axı. Deməli bura gedəcək. Rübləri də yazdıram ki uşaqlar bilin onları. Sonra D variantında nedir?
0 pi bölü 2 aralığında həlləri yoxdur. Bunların hamısının həlli var orada. Hər üçün həlli var. Aydınmı? Tangenslər, kotangenslər. Çünki 3'də 1 də hər üçü müsbətdir. Orada həlləri var da. Sonra E variantına baxaq. E variantında nedir? Həllər çoxluğu yalnız 2 pi k kiçikdir x. O da pi üstə gəl. Deməli bu verir mənə 0 ilə pi arasında demək istəyir. E variantı. 0 ilə pi arası demək istəyir. Aydın oldu. O da ikinci rübdür ha. K'ya 0 verəndə o araya düşür də, düzdürmü? 0 verəndə deməli 0 ilə pi arası olur ikinci rüb. İkinci rübdə deməli E variantı da gəlir, bir de bas sinusa gəlir. Bunun həlli var orada. Aydınmı? O arada müsbət olur. 3'də 1'e bərabər yazır. Deməli burada necə aldım? 1'e A getdi, 2'ye C'ye getdi, 3'e də B getdi. İndi baxaq 107 nömrəli çalışmaya. O da uyğunluqdur uşaqlar. Burada nedir? Trigonometrik tənliklər üçün uyğunluqları müəyyən edin. Hələ bu formalıdır. Mənə gəlir. Kotangens x bərabərdir 5'də 1. Bu biri. Yəni altından xətt çəkək. Sonra ikinci tənliğimiz necədir? Bu birinci tənlikdir. İkinci tənlikdə kosinus x-dir. O da bərabərdir 5'də 1. Və üçüncü tənlikdə isə 3 sinus x bərabərdir 5'də 1. Burada bucaqlarla deyə bilmirəm. Ona görə həllərini yazmıram. Sadəcə olaraq bunlar müsbətdir. Hamısının birinci rübdə həlli var. Aydındır mı? Məsələn, ora baxmamış heç cavablarda deyirəm. Bax bu hansı rübdür? Üçüncü rübdə buna həlli var. 1'də də həlli var. Bax kosinus x üçün 5'də 1 də müsbətdir. Deməli 1'də də həlli var, 4'də də həlli var. Çünki x müsbət olur orada. Sonra sinus x üçün 1'də də həlli var, 2'də də həlli var. İndi onları aralıqla verib, onları ayırt edib yazmaq lazımdır. Baxım indi bir baxaq. Orada birincidə nədir? Deməli A variantına baxaq. 0 pi bölü 2 aralığında həlli yoxdur. Eyni ilə bayaqçı çalışmada verilmişdi. Xeyr, bunlar hamısı müsbətdir, həlli var o aralıqda. A variantı heç birinə getmir. B variantına baxaq görək. 90 ilə pi bölü 2 ilə pi arası. 90 ilə pi aralığında həlli var. Deməli B variantı. Bir də sinusa gələcək. Bu 90 ilə pi aralığı ikinci rübdür uşaqlar. Burada həlli var onun. Deməli B variantı gəldi bax bura. Sonra C variantına baxaq. C variantına nədir? 2'də 3 pi, bir də 2 pi. 270 ilə 360 dərəcə 4-cü rübdədir. 4-cü rübdə kosinusun həlli var. Bir də C variantı bura gələcək. Bu 4-cü rübdür. Sonra D variantına baxaq. D'də nədir? Pi 2'də 3 pi. Deməli 3-cü rübdür bu. Bu 3-cü rübdür. 3-cü rüb bir də bura gələcək. Müsbət olur da orada kotangens elədirmi? Bəli, o bura gələcək. Hansı variantı idi o? D variantı. D variantı deməli kotangens üçün yazıldı. Sonra E variantına baxaq görə. Həllər çoxluğu yalnız mənfi pi bölü 2, 2 pi k üzərinə gəlib. Bir də pi bölü 2, 2 pi k. Deməli mənfi pi bölü 2 ilə pi bölü 2 aralığında. Bu E variantıdır uşaqlar. E variantı da deməli həllər çoxluğu ne deyir orada? 0 yazanda mənfi pi bölü 2 ilə pi bölü 2 aralığında həlli var. Kosinüs aid olacaq da bu. Müsbət olur axı o rübdə uşaqlar. Deməli 0 deməli burada mənfi pi k bir də bu rüb olur da uşaqlar. Bir də bu rüb olur da. Aydınmı? Bir də bu ara. Bu arada kosinüs müsbətdir axı. Yazılıb burada 5'də 1. Burada da müsbət olur. Burada da müsbət olur. Ona görə buna gedəcək. E variantı. Deməli burada mən belə aldım. 1'ə getdi D, 2'ye C'ye gedir, 3'e də B gedir uşaqlar. Sonra 108 nömrəli çalışma da yenə də uyğunluqdur. 108 nömrəli çalışma. Burada da yazaq onları. 3 dənə çalışma var yenə də uyğunluqlara aid. Baxaq, 1'də nedir? Sinus x böl 2 bərabərdir mənfi 1. Sonra kosinus 2x bərabərdir mənfi 1. Bu ikincidir. Bu birincidir. Üçüncüdə nədir? 3'də də deyir tangens x böl 3 o da bərabərdir kökdə 3. Bunun həlləri lazımdır mı yazmaq? Baxım görək.
Yazaq həllərini də. Deməli, x böl 2 nəyə bərabərdir burada? Mənfi 1'ə bərabərdir. Mənfi 1'i də sinus alır mənfi pi böl 2'də. Üstə gəl 2 pi k'da. Buradan da x bərabərdir. 2'ye vuranda mənfi pi üstə gəl 4 pi k. Deməli, buna həlli oldu bu. Aydın mı? Mənfi pi vurulsun 4k. Üstə gəl 4 pi k. Buna baxaq. 2x nəyə bərabərdir? 2x də bərabərdir. Mənfi 1'i alır pi'də. Üzərinə gəlirəm 2 pi k'nı. Buradan da x bərabərdir. Pi böl 2 üstə gəl pi k. Burada da bunun həllini belə yazdım. Ən nəhayət x böl 3 nəyə bərabərdir? Kökdə 3'ə. Kökdə 3'ü də bu pi böl 3'də alır. Üstə gəl. Müsbətli idi mi orada? Bəli, müsbətdir. Pi k. X də bərabərdir. Pi üstə gəl 3 pi k. Deməli, bunları aldıq burada. İndi baxaq görək bunlara hansıları uyğun gəlir. Bu da 108 nömrəli çalışmadır. Gəl A variantına baxaq. A variantında nədir? Ən kiçik müsbət kökü pi böl 2'dir. Bir de burada. Buraya gedir A. Düzdür mü? K'ya 0 verəndə pi böl 2'dir. B variantına baxaq. En kiçik müsbət kökü pi bölü 2'dir. Bir de en büyük mənfi kökü mənfi pi bölü 2'dir. Mənfi 1 yazanda mənfi pi elemir. Toplayanda mənfi pi bölü 2 elemir. B variantı da bir de babına gitti. Sonra baxaq C variantına. C'de nedir? En büyük mənfi kökü mənfi pi'dir. De bu. Deməli, bu hansı variantıydı? C variantı. Aydın mı? K 0 olanı mənfi pi olur. Sonra ne verir bize? Baxaq hansı gəlir? D variantı. En kiçik müsbət kökü pi'dir. D bu. Bu hansı variantdır? D variantı. Deməli, D variantı da buna. Aydın mı? K'nın sıfırında olur da bu. Ve bir de en kiçik müsbət kökü 3 pi'dir. Deməli, en kiçik müsbət kökü hansıdır? 3 pi'dir. K'ya 1 verəndə 4 pi'dən pi'ni çıxanda 3 pi qalır. Bax, buraya gedəcək. Aşağıda E. Deməli, 1'e getdi C, 2'ye getdi E, 3'e getdi, başlayın. 1'e getdi, deməli C ilə Y, 2'ye getdi A ilə B, 3'e də getdi D. Bax, bunlar getdi uşaqlar. 109 nömrəli çalışmaya da baxaq. 109. Bunu da xətdik. Baxaq. İndi orada tənliklər verilib yenə də. Sinusun kvadratı 2x bərabərdir 1'e. Sonra verilib burada. Kosinusun kvadratı 2x bərabərdir 1'e. Bir də tangens neçədir? 2x'dir. 2x. O da bərabərdir 1'e. Hamısında 2x'dir. Və bunları yazım, sonra uyğunluqları götürək. Həll eləyik bunları. Bax, bunları dərəcələrini aşağı salmaq lazımdır uşaqlar. Bax, bunun da tangensdə necədir? Tangensdə yox, 2x ilə verib, kvadratla verməyib. Tangens istərsiniz birinci yazaq. 2x nəyə bərabərdir? Deməli, tangens 1'i alır pi böl 4'də, üstə gəl pi k'da. X də bərabərdir, nə verir sənə? Pi böl 8. Üstə gəl pi k böl 2. İstəyirsiniz üçüncüyə baxaq görək, gedəni varmı orada? Onu baxaq, görüm hansılardır üçüncüdə. Deməli, mənfi pi böl, yox, pi böl 8. Bir de D variantında nedir orada? D variantında D variantı oraya gələcək də. Bu da kökü budur da, elə D variantı. Bunu ayırdım elə. Başqa nə verir burada? D variantından başqa. Ən kiçik müsbət həlli də pi böl 8'dir. Bir de D ilə E getdi bura. Aydındır mı? İndi baxaq, bunları həll edək. Deməli, bunun əvəzinə belə yazacağım uşaqlar. Məxrəcdə 2, 1 çıxırsın kosinus 2x. O da bərabərdir 1'ə. 1 çıxırsın kosinus 2x. Aydındır mı? Ya 4x'dir özdə ay uşaqlar. 4x'dir. Aydındır mı? Sonra çünkü düstur belədir də uşaqlar. 2 sinusun kvadratı 2x bərabərdir 1 çıxırsın kosinus 4x. Aydındır mı? Bunun 2 qatıdır. O da bərabərdir 2'yə. Buradan da alıram kosinus 4x nəyə bərabərdir? 2'ni keçirdirəm bu tərəfə, mənfi 1 eləyəcək. Kosinus 4x o tərəfə. İndi 4x nəyə bərabərdir? Mənfi 1 alır pi'də, üstə gəl 2 pi k.
X de beraberdir pi bölü 4 üste gel pi k bölü 2. Bir de bunu aldım burada. Pi bölü 4 üste ya bir de C varyantını yazıram. Burada bunun həlli hansıdır? C varyantıdır. Bunu C varyantını yazdım buraya. Sonra ne verir burada? Deməli başqa baxaq. İkisi oraya getdi. Obrusları da tapaq. O qalan bir dənəsini də yerini belirləyərik də baxaq. Bunu da həll edeyim. Burada isə belə olacaq uşaqlar. Məxrəcdə 2 olur. Burada üstəgəl olur. Burada çıxma olanda sinusda çıxmadı. Burada üstəgəl olur. Kosinus 4x. O da bərabərdir 1'ə. Bu da eləyir 1 üstəgəl kosinus 4x bərabərdir 2'yə. Kosinus 4x. O da bərabərdir 1 eləyir. Çıxanda 1 eləyir. Buradan da 4x nəyə bərabərdir? Deməli 1'i alır kosinus pi 2 pi k'da. 0 üstəgəl 2 pi k'da göl. X de bərabərdir pi k böl 2'də. Aydınmı? Böyle bir həll aldım. Baxın görək pi k bölü 2. B variantı. Əlbəttə ki uşaqlar k'lar hamısı z-ə daxildir. Orada hansı variantı oldu? B variantı. Burada B variantı getdi. Burada hansı qaldı uşaqlar? C, B, D, A qalıb. A'da nedir? Pi böl 8 üstəgəl yox. Bu heç birinə getmir. Deməli 1'ə getdi C, 2'ye getdi B, 3'e getdi D ilə Y uşaqlar. Aydınmı? Deməli onlar gedir. Sonra baxaq bu 109 idi. İndi yazar 110 nömrəli çalışmanı. 110 nömrəli çalışma. 110 nömrəli çalışmaya baxaq. Orada nedir? Orada da uşaqlar. Deməli, bəli, bundan əvvəlki çalışmalar kimidir. Bax, sinusun kvadratı 3x bərabərdir 1'ə. Bunu həll edeyim istəyirsiniz, yoxsa yox, yazım deyəm, əvvəl yazım istəyirsiniz. Deməli, 2'də kosinusun kvadratı 3x bərabərdir 1'ə və ən nəhayət 3-cüdə də nə verir mənə? Deməli, tangens 3x o da bərabərdir 1'ə. Buradan da alıram 3x nəyə bərabərdir? Bunu həll eləyək də. Deməli, pi böl 4 üstəgəl pi k. X də bərabərdir pi böl 12 üstəgəl pi k böl 3. Burada k daxildir z-ə. Bu rahatdır yazmaq. Ona görə birinci bunu yazıram. Fərqi nədir ki? Buraya gedir hansı variantdır o? Pi böl 12 deməli ən kiçik deyən görüm. Bu pi böl 12 hansıdır? Pi böl 12 deyə budur. A variantı deyə. Buraya gedir A variantı uşaqlar deyə. A variantını yazın. Elə bildim düşməyə bura. Pi k böl A variantı. Burada bax belə də var uşaqlar. Aydın oldu mu? Bax burada A variantı gedir. Buna A variantı gedəcək. Sonra ən kiçik müsbət 50 də pi böl 12'dir. Bu da k'nın sıfırında. Burada D də gedəcək. Sonra baxaq bunlara. Gəl bunları da həll eləyək. Deməli bu nə verəcək mənə? Kosinus 3x bərabərdir 1. 1 üstəgəl kosinus 6x böl 2'dir. O da bərabərdir 1'ə. Buradan da 1 üstəgəl kosinus 6x nəyə bərabərdir? 2'yə kosinus 6x də bərabərdir 1'ə. Şimdi 6x nəyə bərabərdir burada? 6x bərabərdir 1'ə alır 2 pi k'da. X də bərabərdir. Böləndə 6'ya pi k böl 3 elir. K daxildir hara z-ə. Deməli bunda da bunu aldıq. Pi k böl 3. Bir de E variantı var. Deməli 2'ye hansı gedəcək? E variantı gedəcək. Və 2'ye də E variantı gedir. Sonra birincini də həll eləyək. Birincini necə həll eləyəcək? Burada da elə eyni ilə 2 qat bucaq düsturunu daxil eləyəcəyəm. Kosinus 6x elir böl 2 bərabərdir 1. Kosinus da üstəgəl olur. Burada çıx. Deməli 1 çıxılsa kosinus 6x bərabərdir 2'yə. Kosinus 6x de bunu sağa keçirdib, bunu sola keçirdəndə mənfi 1 olur. Elədir mi? 6x de bərabərdir. Mənfini alır kosinus. Deməli mənfi 1'i. Pi üstəgəl 2 pi k'da.
Aydınım, x de beraberdir pi bölü 6 üste gel. Pi k bölünsün 3. K z'e daxildir. Burada da bunu. Deməli, belə bir həll aldım. Pi k bölü 3. O da hansıdır? B variantıdır. Deməli, 1'e de gedir nə? B variantı. Burada hansı qalıb? A, C qalıb. C'de nedir? X, yox. C'de o həldə gül uşaqlar. Bunu ilə çaşdırmışdım, bir şey qalmamışdı. Deməli, 1'e gedir B, 2'ye gedir E, 3'e de gedir A, D. Uyğunluqları bununla da yekunlaşdırdım və qalır orada ətraflı yazılı cavab tələb olunan tapşırıq. Baxaq orada nedir? Euler-Venn diaqramında çəkim Euler-Venn diaqramını əvvəl uşaqlar. Sonra şərtini oxuyaq, yazaq. Burada A yazıb, burada B yazıb. Burada kiçik A'dır, burada B'dir, burada da C'dir. Belə bir. Şimdi Euler-Venn diaqramda A çoxluğu ilə sinus 2x, deməli bu sinus 2x bərabərdir 1 tənliyinin. B çoxluğunda isə kosinus 8x, kosinus 8x bərabərdir 1 tənliyinin köklərinin bəziləri işarə edilib. Bəziləri, hamısı yox. A və C ədədləri tənliklərin ən böyük mənfi həlləri. A ilə C ən böyük mənfi həllərdir. Bax, A ilə C ən böyük mənfi həllərdir. Aydındır mı? B ədədi isə ən kiçik müsbət həll. B isə ən kiçik müsbət həldir. Aydındır mı? Tələb olunur A üstə gəl B, üstə gəl C-ni tapmaq. Baxaq, tapaq onu. Gəl belə yazaq. Sinus 2x nəyə bərabərdir? Bax, sinus 2x bərabərdir 1'ə. Buradan 2x bərabərdir. 1'i alır pi böl 2'də. Üstə gəl 2 pi k. X də bərabərdir pi böl 4. Üstə gəl pi k. Kosinusu da yazaq o biri tənlikdə. Kosinus 8x də bərabərdir 1'ə. Bunlarda mənfilik yoxdur? Yox. 8x bərabərdir 1'i alır 2 pi k'da. X də bərabər nəyə? Böləndə pi k böl 4'ə. Deməli, bunların ümumi həlləri bunlar oldu. İndi mən A ilə C ən böyük mənfi həllərdir. Ən böyük mənfi həllər. Baxaq. Deməli, bunu baxaq görə. Ən böyük mənfi həll. 1 yazanda, mənfi 1 yazacağım yerinə bunu. Mənfi 1 yazanda mənfi pi üstə gəl pi böl 4. 4'də 3 pi eləyir. Aydındır mı? Bu eləyəcək neçə? Mənfi 4'də 3 pi. Bax, bu buna bərabər olacaq. A budur. Sonra, burada da ən böyük mənfi həll. Deməli, burada K'nın yerinə mənfi 1 yazıram. Bu da olacaq mənfi pi böl 4. Bu da belə. Sonra, ancaq ən kiçik müsbət həll də B'dir. İndi ona baxaq görə, ən kiçik müsbət həll B'dir. Bunların hər ikisində eyni olmalıdır da o. Burada K'nın sıfırında pi böl 4 alır. Burada da K'nın K1 olanda pi böl 4 alır. En kiçiki pi böl 4'tür. Burada K'nın sıfırında alır. Bunlar eynlə yazılmalı şu anda istəyirsiniz. Bunlar əslində fərqli yazılmalıdır. 2'dən kök üçün yazır. Çünkü eyni qiymət deyil. Bu buna tənliyin əllidir. Bu da bu tənliyin əllidir. Burada n'in sıfırın birində pi böl 4 olur. En kiçik tam əlli. Burada da n'in deməli K'nın sıfırında pi böl 4 alır. En kiçik müsbət həllini alır. Deməli B nəyə bərabərdir? Pi böl 4'ə. Bax, buna bərabərdir. Bizdən də tələb olunur A üstə gəl B üstə gəl C'ni tapmaq. A'nın yerinə yazıram mənfi 4'də 3 pi üstə gəl pi böl 4. O da üstə gəl mənfi pi böl 4. Bunlar gedir qalır mənfi 4'də 3 pi. Bu da dərəcə ilə verilibsə, əgər radianla verilibsə buna bərabərdir. Dərəcə ilə verilibsə 135 dərəcədir. Dərəcə ilə buna bərabərdir, radianla da buna bərabərdir. Bununla da uşaqlar bu mövzunun çalışmalarını yekunlaşdırdım. Diqqətinizə görə sağ olun, abunə olmaq da yadınızdan çıxmasın.